Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün 2021-ci ilə qəbulda istifadə olunmuş sualın izahından qarşınızdayım. İlk öncə sualın şərtində bizdən istəyir ki, kəsmə yüksəkliyinin 50 metr olduğu sxemdə B məntəqəsində atmosfer təzyiqi 720 mm-dir. A məntəqəsində atmosfer təzyiqini hesablayın. Deməli, belə nə qədərdir? 720 mm. Kəsmə yüksəklik bərabərdir nəyə? 50 metr. Düzdürmü? Bunu qeyd elədim. İndi nə edirəm? İlk öncə A ilə B-nin arasında neçə metr fərq olduğunu tapacağım. A-dan B 1, 2, 3, 4 ara olduğuna görə 50-ni vuracağım 4-ə. Nə qədər edir? 200. Düzdürmü? 200 metr. Biz də bilirik ki, hər 10 metrə 1 mm olduğuna görə 200 metrə x millimetr olacaq. Buradan x nəyə bərabərdir? 200 bölün 20. Deməli, A ilə B-nin arasında 20 mm civə sütunu təzyiq fərqi var. Bizdən A-nı soruşur. B zirvədə olduğuna görə orada təzyiq daha aşağıdır. Ətəyə doğru düşsə təzyiq artmalıdır, düzdürmü? O zaman nə edəcəm? 720 üstə gələcəm nəyi? 20-ni. Eləyəcək nə qədər? 740 mm. Deməli, A məntəqəsində təzyiq nə qədər imiş? 740 mm. Bugünlük bu qədər. İnşallah növbəti test izahlarında görüşənədək hələlik uğurlar.